Hər kəsə salam. Bugün çox fərqli və bir o qədər də dərin bir mövzuya toxunacağıq. Təsəvvür edin ki, insan beyninin bioloji təməlləri ilə nəhəng kosmik sirlər bir araya gəlir. Bəli, düz eşitdiniz. Bu təhlilimizdə olduqca maraqlı və qeyri-adi bir mətn incələyəcəyik. Məqsədimiz heç bir tərəf tutmadan sadəcə bu mənbənin beynimiz və mənşəyimiz haqqında nələr dediyinə baxmaqdır. Odur ki, kəmərlərinizi bağlayın, çünki kosmik miqyaslı bir səyahətə çıxırıq. Gəlin vaxt itirmədən mətləbə keçək. Baxın, mətnin ən çox diqqət çəkən və adamı dərhal heyrətləndirən iddialarından biri məhz budur. İddia olunur ki, biz gündəlik həyatımızda ümumi şuurumuzun cəmi 2, uzaqbaşı 3%-dən istifadə edirik. Bəs qalan o nəhəng 97-98% necə oldu? Yoxa çıxdı? Xeyr, mənbəyə görə o hissə elə oradadır. Amma bir növ yatmış, zəncirlənmiş vəziyyətdədir. İnanılmaz səslənir, elə deyilmi? Bəs görəsən bu cəsarətli iddia haradan qaynaqlanır? Birinci hissəmiz beynin biologiyası, yəni bu fəlsəfi dialoqun elmi təməlləri haqqındadır. Maraqlıdır ki, mətn dərhal kosmik sirlərə baş vurmur. Əvvəlcə çox real və bioloji faktlardan yola çıxır. Təməl fikir budur ki, əslində insan və heyvan beyinləri fiziki olaraq bir-birinə çox bənzəyir. Hər ikisində yaddaş var, duyğu mərkəzləri var, hər ikisində saysız-hesabsız işlək nöqtələr var və hətta heyvanlar da öz aralarında müəyyən məlumat mübadiləsi apara bilirlər. Amma buraya diqqət edin, insanı fərqləndirən o yeganə unikal xüsusiyyət kimi məhz nitq, yəni danışmaq qabiliyyəti xüsusi vurğulanır. Yeri gəlmişkən, mətndə tez-tez beynin içindəki nöqtələr ifadəsi qarşımıza çıxır. Yaxşı, nədir axı bu nöqtələr? Mənbə nöqtə deyəndə sadəcə olaraq bizim neyronlarımızı, sinir və duyğu mərkəzlərimizi nəzərdə tutur. Yəni, hər birinin öz funksiyası, öz iş prinsipi olan fiziki hissəcikləri. Bunu bilməyimiz çox vacibdir, çünki az sonra eşidəcəyimiz o nəhəng kosmik sirlər məhz bu balaca bioloji maddələrin içində gizlənir. İkinci hissədə travma və sistemin bərpası, yəni beynin özünü necə tənzimlədiyi müzakirə olunur. İndi gəlin biraz daha spesifik detallara baxaq. Mətn beynin fiziki bir zərbəyə, məsələn başımıza dəyən güclü bir zərbəyə necə reaksiya verdiyini demək olar ki, bir kompüterin bərpası kimi təsvir edir. 4 addımlı bir yenidən başlatma, bir növ reset prosesi. Birinci addımda zərbə nəticəsində beyində xaos və sistemsizlik yaranır. İkinci addım isə lap maraqlıdır. Beynimizdəki ağ işıq zərrələri bu xaosu yığışdırmaq üçün sistemi müvəqqəti olaraq söndürür. Bəli, bildiyimiz huşun itirilməsi. Üçüncü addımda həmin bu ağ işıqlar sinir mərkəzlərini ardıcıl olaraq bir-bir yenidən yandırır. Və dördüncü addımda tam normallıq bərpa olunur. Yəni beynimizi fəlakətdən xilas edən məhz bu sirli ağ işıq zərrələridir. Üçüncü hissə. Yaradılışın əşrəfə. İndi isə biologiyadan mənəviyyata çox maraqlı bir keçid edirik. Baxın, mətn bioloji neyronları, şokdan qoruyan işıqları izah etdikdən sonra qəfildən elə bir sual verir ki, adamı dərindən düşünməyə vadar edir. Əgər biz bioloji cəhətdən heyvanlarla bu qədər oxşarıqsa, mərkəzlərimiz eynidirsə, niyə məhz kamil hesab olunuruq? Niyə məhz insan yaradılışın əşrəfi, yəni ən ali varlıq sayılır? Bunu bir anlıq özünüz də düşünün. Çünki bu sual əslində bizi o quru bioloji dərsliklərdən qoparır və mətnin tam ürəyində yatan o nəhəng kosmik sirə doğru aparır. Dördüncü hissədə insanın yaranışının kosmik rivayəti, yəni işin metafizik mənşəyi təqdim olunur. Həmin o böyük suala cavab tapmaq üçün mənbə bizi hüdudsuz bir yaradılış mifologiyasına aparır. Artıq mikroskopik hüceyrələrdən yox, birbaşa kainatın özündən danışırıq. Buradakı əsas iştirakçılara fikir verin. Böyük yaradan və ağ geyimli müqəddəslər. Mətnə görə böyük yaradan məhz bu ağ geyimli varlıqların baş hissəsinə, bəli, indiki beynimizin yerləşdiyi yerə öz işığından bir pay ayırır. Diqqət edirsinizsə, bayaq travmanı sağaldan o ağ işıqlarla ilahidən gələn işıq payı necə də eyni səslənir. Və bu işıq sadəcə təbii bir işıq deyil. O, bütöv bir kainatla, yəni mətndəki adıyla desək, ellipsoidlə birbaşa bağlıdır. Yəni mətn demək istəyir ki, paylaşılan bu işıq elə-belə bir parıltı deyildi. Bu ilahi işıq payı əslində kainatın bütün sirlərini, maddi və qeyri-maddi nə varsa, hamısının məlumat bazasını özündə cəmləşdirən sonsuz bir informasiya deposuydu. Bunun mənası nədir? O deməkdir ki, o vaxtlar bu ağ geyimli varlıqlar hər şeyi, amma sözün əsl mənasında hər şeyi bilirdilər. Heç nədən xəbərsiz deyildilər. Kainatda ehtiyac duyulan bütün biliklər
tam və əksiksiz şəkildə onlarda var idi. Gəlin görək hadisələr necə inkişaf edir. Hər şey bu ilahi işığın paylaşılması və kosmik biliklərin o müqəddəs yaddaşlara yerləşdirilməsi ilə başlayır. Amma sonra gözlənilməz bir qırılma baş verir. Mənbə iddia edir ki, onlara dərgahdan uzaqlaşdırılma, yəni bir növ sürgün cəzası verilir. Və ən maraqlısı, mətnə görə indiki bizlər, müasir insanlıq, məhz o ağ geyimli varlıqların bir qisminin sürgün edilməsi nəticəsində formalaşmışıq. Yəni, bugünkü fiziki, məhdud varlığımızla o nəhəng kosmik keçmişimiz, bax, eləməz bu nöqtədə kəsişir. Nəhayət 5-ci hissə. Qapalı zəka. Bioloji neyronlarımızın içində buxovlanıb qalmış o böyük potensialımız. Bu kosmik səyahətdən sonra gəlin qaydaq yenidən əvvəldə danışdığımız o fiziki neyronlara. Mənbənin təqdim etdiyi ən güclü metaforalardan biri də məhz budur. Yatmış bank. Yaxşı, o sürgündən sonra o qədər kainat sirləri hara yoxa çıxdı? Mətin deyir ki, heç hara. O biliklər yoxa çıxmayıb, onlar hazırda elə beynimizin içində, o fiziki nöqtələrdə, hüceyrələrdə və xüsusən də qabıqaltı maddədə qapalı bir yatmış bank formasında qalmaqdadır. Yəni dostlar, sizin və mənim başımızın içindəki o balaca bioloji hüceyrələr sözün əsl mənasında bütöv bir kainat arxividir. Və bu göstəricilər bizə hər şeyi çox aydın izah edir. İndi ən başda verdiyimiz o sirli suala tam fərqli bir gözlə baxa bilərik. Mətn hər şeyi belə yekunlaşdırır. Bu boyda kainat bilgilərini daşıyan beynimizin yalnız və yalnız o kiçik 2-3% hissəsi aktivdir. Bu, bizim gündəlik danışdığımız, işlədiyimiz, qərar verdiyimiz fəal şuurumuzdur. Bəs qalan o devasa hissə? Bəli, o nəhəng arxiv sürgün cəzası aldığımıza görə sadəcə yatmış, buxovlu vəziyyətdə qalıb. Təsəvvür edirsiniz, 97-dən 98%-ə qədər. Bu rəqəmin böyüklüyünə bir baxın. Amma burada çox kritik bir məqam var. Mənbə xüsusilə vurğulayır ki, beynimizin bu 97%-i fiziki olaraq ölü və ya fəaliyyətsiz deyil. Qətiyyən, hüceyrələriniz sapsağlamdır, neyronlar durmadan siqnallar ötürür, sadəcə olaraq ilk yaradılışda o nöqtələrə yüklənmiş o qlobal kainat məlumatlarına bizim girişimiz bloklanıb, buxovlanıb. İnformasiya oradadır, arxiv tam olaraq doludur, amma biz o qapını açıb onu oxuya bilmirik. Beləliklə, biz bugün həqiqətən də qeyri-adi bir mənbəni təhlil etdik. Fiziki travmadan tutmuş, ağ geyimli müqəddəslərin yaranış hekayəsinə qədər uzanan bir səyahət. Bu deyilənlərə istər bioloji bir proses kimi baxın, istərsə də dərin fəlsəfi bir metafora kimi, fərqi yoxdur. Bu barədə düşünməyin özü belə adamı həyəcanlandırır. İndi isə sizi son bir sualla baş-başa buraxmaq istəyirəm. Əgər irəli sürüldüyü kimi, sizin də zehninizin 97%-i doğrudan da kainatın o nəhəng və qapalı arxividirsə, görəsən o yatmış bankınızın içində öz kəşfini gözləyən daha hansı kosmik sirlər gizlənir? Bu, üzərində bir qədər düşünməyə dəyər sualdır. Növbəti icmalımızda görüşənədək daxilinizdəki sirləri kəşf etməyə davam edin. Sağ olun.